Lazer cərrahiyyəsi ilə ənənəvi cərrahiyyə arasındakı əsas fərq nədir? Əsas fərqi odur ki, xəstələrin tez sağalmağı, əməliyyatın sürəsinin qısa olmağı, xəstənin az travma almağı, bir sözlə cərraha da rahatlıqdır, xəstəyə də rahatlıqdır. Hansı xəstəyə lazer tətbiq etmək olar? Çox gözəl sualdır. Azərbaycanda lazer tətbiq edəcəyimiz proktoloji sahədə əməliyyatlar çox azdır. 10% hallarda. Çünki bizdə insanlar daha ağır vəziyyətdə, qanaxma olmamış və bu qanaxmanın illərlə davam olunmamış, böyük ölçülərdə, böyük MRI-dan xəstəliklə gələn xəstələrə təbii ki, heç bir lazer tədavisi görmək olmur. Koteldən əlbəttə mümkündür. Amma lazerdən yox. Çünki birinci, ikinci dərəcəli MRI-dan xəstəliklərdə, səthi anal çatlarda, mürəkkəb olmayan fistulalarda tük dönməsinin ilkin dönəmlərində lazer tədavisi çox gözəl effekt verər. Əfsuslar olsun ki, bizim millətdə, yəni biz Azərbaycanlı olaraq ən ağır vəziyyətdə gəldiyimiz üçün şəxsən mən 10% hallarda tətbiq edə bilirəm.